Salam müəllimlər, bugün sertifikasiya 2025 informatika suallarının izahını qeyd edəcəm. Xüsusən Uplogo, algoritm və Python proqramlaşdırma dilinə aid olan sualları PDF-də əlavə etmişəm. Bu ona görədir ki, müəllimlər, ödənişsiz informatika qruplarında, Telegram kanallarında gördüyüm qədərilə bu üç mövzuda olan suallarda xüsusən müəllimlər imtahanda çətinlik yaşamışdı. Ona görə də bu sualları əlavə etdim. Başlayaq birinci sualımızdan. Birinci sualımız Python proqramlaşdırma dilinə aiddir. Yəni, bu sualda da xüsusən biraz çətinlik olmuşdu. Qeyd edək sualımızı. Sualımız belədir. Demək, proqramın nəticəsini müəyyən edin. Müəllimlər, bizim üçün bir sətr verilibdir. Əslində, bunu qeyd edim ki, yəni biz məsələni bir-iki addım gedəndən sonra mahiyyətini bilirik. Sadəcə imtahanda imtahan həyəcanı, zamanı idarə etməkdə çətinlik yarandıqda ən asan bilinən suallarda belə hansısa bir çaşqınlıq ola bilər. Ona görə də mən də bu sualı bir-bir, yəni sətir-sətir izah edəcəm. Bizə belə bir en sətri verilibdir və boş bir siyahı verilibdir. Sətrimizi qeyd edim yenidən burada. Demək, müəllimlər, bizə verilən bu sətirdə indeks deyəcəyik. Nəyə görə? Çünki alt bərabərdir, yəni dəyişəni bərabərdir. En sətrində ikinci indeksli elementdən dördüncü indeksli elementə qədər olan kəsimə. Ona görə də biz sətrimizi indeksləyək. İndekslədik müəllimlər. Bu boş siyahı olduğu kimi qalsın. Alt dəyişənini tapaq. İndi burada fərqi yoxdur dəyişənin adının. Belə qeyd etmişlər deyə mən də belə qeyd etdim. Demək, ikinci indeksli elementdən dördüncü indeksli elementə qədər olan kəsimi götürəcək. Bilirik ki, son məlum olduğuna görə dördüncü indeksli elementi deyil, ikinci indeksli elementi, yəni B-ni və üçüncü indeksli elementi A-nı götürmüş olacaq. Yəni, altın dəyəri bərabər olacaq B-A sətrinə. Artıq bunu icra etdikdən sonra qarşısına plus yazıram. Yəni, biz bu sətri icra etdik. İndeksi tapaq. İndeks bərabərdir nə? En indeks 6. Olduğu kimi yazacağım ki, tam aydın olsun müəllimlər. Altın da dəyəri BA-ya bərabərdir. Biz bilirik ki, burada BA-nın indeks nömrəsini qaytarmalıdır. Yəni, indeksini qaytarmalıdır. Fərqi yoxdur. İndeks dedik, nömrə dedik. Amma baxırıq ki, müəllimlər, sətrimizdə neçə dənə BA var? Bir dənə BA buradadır. Sonra bir BA buradadır. Bir BA buradadır. Əgər müəllimlər, hər hansı bir aralıq verilməyibsə, yəni nə mənada qeyd edim? Deyək ki, məsəl üçün verilibdir en indeks. Deyək ki, BA-nı axtarırıq deyəm, daha doğrusu indeks nömrəsini tapırıq. Hansı aralıqda? Deyək ki, 6-12 aralığında. O zaman biz 6-cı indeksli elementdən 12-ci indeksli elementə qədər olan hissədə ilk qarşımıza çıxan BA-nın indeksini götürəcəyik. Amma burada hər hansı bir aralıq verilmədiyinə görə baxıram ki, burada da BA var, burada da BA var, burada da BA var. Demək, ilk qarşısına çıxan bu BA-nı götürəcəyik. Eyni ilə belə burada qeyd edirəm ki, tam aydın olsun və onda indeks nömrəsi 2, 3 bir daha qeyd edirəm. Ola bilər sual olunar ki, müəllimə, niyə bu BA-nı götürmədiniz? 5, 6-dır. Məsəl üçün, sonunda BA-nı götürmədiniz 11, 12-dir. Çünki bizə bu şəkildə bir aralıq qeyd olunmuyubdur. Aralıq qeyd olunmadığına görə elə ilk rastlaşdığımız sadə dildə desək BA-nı götürdük və indeksini qeyd elədik. İndi məsələ burada bir də nədən ibarətdir müəllimlər? Biz götürdüyümüz bu sətirdə 2-ni mi götürəcəyik, 3-ü mü götürəcəyik? Burada ona diqqət edirik. Təbii ki, biz götürdüyümüz kəsimdə istəyirsiniz neçə simvol olursa olsun, ilk simvolun indeksini götürürük. İlk simvol B-dir və onun da indeksi 2-dir. Demək, indeks dəyişən nəyə bərabər oldu? 2-yə bərabər oldu və bunu da icra etdik. Və bundan sonra görürük ki, müəllimlər, burada bir dövr operatoru var və nə qədər ki, şərt ödənəcək, biz dövrün gövdəsini icra edəcəyik.
Baxaq, indeks qiyməti 2 aldıq artıq. O zaman demək, şərti yoxlayırıq. Deyirik ki, 2 fərqlidir -1-dən müəllimlər. 2 -1-dən fərqlidir, yəni bərabər deyil. O zaman deyirik ki, LS siyahısına əlavə elə indeksi. Əlavə edirik LS siyahısına, əlavə edirik indeks. İndeksin də qiyməti nəyə bərabərdir? 2. 2-ni əlavə elədik. Bunu icra elədik artıq. Sonra növbəti yenə indeksi tapırıq. Demək, burada artıq dəyişənin dəyişmiş qiymətini nəzərə alacaq. Burada 2-dir, indi burada dövrün gövdəsini bir daha tapırıq. İndi burada nədir? End find, elə olduğu kimi yazacaq. Deyir, axtar, alt nəyə bərabərdir? 6 tapmışıq. Yenə, yəni BA sətrini, bax, dediyim məqamı burada rastlaşırıq. İndeks üstə gəlsin bir. İndeks neçədir? 2. 2-nin üzərinə 1 gələndə 3. Len in. Demək, biz indeksləyəndə 12-dirsə, demək sayanda 13 olacaq. Çünki burada 0-dan başlayır 13. Yəni, bu dəfə də deyir, BA-nı axtar, indeksini yəni bizə qaytaracaq bilirik ki, finddə. Amma 3-cü indeksli elementdə 13-cü indeksli elementə qədər ola bilər. Sual burada yenə yaranar ki, mənim axı 13-cü indeksli element yoxdur. Fərqi yoxdur, siz 14 olsun, istər 15 olsun, olub-olmamağın önəmi yoxdur. Demək, biz artıq 3-cü indeksli elementdən, yəni bu A-dan sonraki hissəyə baxacaq. Buradan sonraki hissəyə baxanda bir BA burada qarşımıza çıxır, bir də BA burada qarşımıza çıxır. Yenə vurğulayıram ki, ilk qarşısına çıxan BA-nı götürürük və onun indeks nömrəsini qeyd edirik. İndeksin daha doğrusu nömrə indeks yenə qeyd edirəm, fərqi yoxdur. 5, 6. 5, 6-nı götürdük, düzdür müəllimlər? Yenə ilk simvolun nömrəsi nədir? 5-dir, 5 qeyd elədik. Demək, dəyişənin artıq dəyişmiş qiymətini nəzərə alacaq. Yəni, biraz öncə indeksin qiyməti 2 idi, artıq dəyişdi, oldu 5. Yenidən biz bilirik ki, bu ayda nə qədər ki şərt ödənəcək, biz dövrün gövdəsini yerinə yetirməliyik. Yenə yoxlayırıq. 5 fərqlidir, artıq 5 ilə yoxlayırıq, çünki qiymət dəyişdi 2 idi, artıq indi oldu 5. 5 fərqlidir -1-dən. Bu dəfə də deyirik, hə, çünki 5 -1-ə bərabər deyil. O zaman deyir, LS append index. Yenə LS siyahısına əlavə edirik nəyi? İndeks. İndeksinin dəyəri neçədir? 5-dir. 2 var idi, 5-i də əlavə etdik. Və yenidən, yenə indeksi tapırıq. İndeks nəyə bərabərdir? Mfind, yenə açıq yazıram ki, tam aydın olsun. Yenə axtarırıq BA-nı, çünki altın dəyəri BA-ya bərabərdir. Yenə indeks üstə gəlinsin 1, indeksə nə tapmışıq? 5, 5-in üzərinə 1 gəlirəm 6 və len n 13 qeyd elədim. Bu dəfə 6-cı indeksli elementdən, yəni bax buradan sonraki hissəyə baxacaq. 6-cı indeksli elementdən yəni axıra qədər baxacaq. 6-cı indeksli elementdən axıra qədər qarşımıza çıxan BA-nın nömrəsi nəyə bərabər olacaq? 11 qeyd edirəm, 12. Demək, burada da ilk simvolun demək, nömrəsi neçə olacaq? 11, 11-i qeyd edirik. 11-i qeyd etdikdən sonra yenidən gəlirik, yenə şərti yoxlayırıq. Şərti yoxladıqda yenə deyirik ki, indeks artıq yenə qiymətini dəyişdi. Əvvəl 2 idi, sonra oldu 5, indi 11-dir. Deyirik ki, 11 fərqlidir -1-dən. Yenə hə deyirik. O zaman siyahıya indeksin dəyərini əlavə edirik. LS siyahımızda 2 dənə element var idi, 2 var idi, 5 var idi və bu dəfə 11-i əlavə etmiş olacaq. Demək, siyahımız bu şəkildə oldu və yenidən biz indeksi tapırıq. İndeks bərabərdir. Yenə end find. Bunu da yazıram. Yenə BA-nı axtarırıq. İndeks üstə gəlsin 1, qiymət 11-dir. 11-ci indeksli elementdən hara qədər? 11, daha doğrusu 11-də 11-in üzərinə 1 gəlir. 12. 12-ci indeksli elementlə 13-cü indeksli element arasında. Təbii ki, biz burada görürük ki, 12-ci indeksli element artıq axırıncı elementdir. Bu aralıqda BA yoxdur. Demək, finddə yoxdursa həmin simvol nə yazırıq? -1-ə bərabər olmuş olur. Demək, indeksin dəyəri oldu -1 və yenidən gəlib şərti yoxlayırıq. -1 fərqlidir -1-dən. -1, -1-dən müəllimlər fərqlidir. -1, -1-ə bərabərdir. Ona görə də yox deyirik və dövrdən çıxmış oluruq. Yox deyib dövrdən çıxmış oluruq. Və bizim belə bir siyahımız alınır. LS bərabərdir. 2, 5, 11. 2, 5, 11. Və bizdən siyahını yox, siyahını görürük ki, qarşısında nə var? Sum var. Yəni, siyahının elementlərinin cəmini soruşur. O zaman 2 üstə gəlsin 5.
üstə gəlsin 11, 18'e bərabər olmuş olacaq. Demək ki, bu sualın mahiyyəti nədən ibarətdir? Bu verilmiş sətirdə B anı götürürük. Hər dəfə hansı aralıqda, yəni birinci B anı götürdük, onun nömrəsini 2, ikinci dəfə ikinci B anı götürdük, onun nömrəsi 5, üçüncü dəfə aralıqlardan, təbii ki, burada 3-13 aralığı, burada 6-13 aralığı, burada 12-13 aralığı, burada da götürdük B anı, indeks nömrəsi 11. Yəni 2-ni, 5-i, 11-i sualın mahiyyəti odur ki, siyahıya əlavə edib cəmləyirik. Birinci sualımız belə. Yenə də nə sualımız olarsa rəy bölümündə qeyd edə bilərsiniz. İkinci sualımıza baxaq. İkinci sualımız da yenə Python proqramlaşdırma dilinə aiddir. Demək müəllimlər, burada da qeyd olunur ki, proqramın nəticəsini müəyyən edin. Baxaq bu suala. Bu sualda müəllimlər, əslində imtahanda bu sualı qısa getmək olardı. Çünki çox mürəkkəb məsələ deyil. Eyni zamanda bir-iki gedişdən sonra aydın olur ki, sualın mahiyyəti nədən ibarətdir. Yenə də amma tam açıq yazacağım. Siyahımızı qeyd edeyim yenidən burada. Bizə bir A siyahısı verilibdir. Elementləri 1, 2, 3, 4, 5, 6. Və K bərabərli lin aya, lin bilirik ki, nə edəcək? Siyahın elementlərini sayacaq. K bərabər olacaq neçəyə? 6-ya. 1, 2, 3, 4, 5, 6. Elə elementlər də 6 dənədir. Və K-nın qiymətini burada yenə görürük ki, qarşımıza dövr operatoru çıxır. K-nın qiymətini yerinə yazır. Yəni burada K-nın qiymətini 6 almışıq, 6-nı yazır. Və for i in range 0-dan 6-ya qədər. Yəni i alacaq hansı dəyərləri? 0, 1, 2, 3, 4, 5. Yəni 6 dəfə dövr etmiş olacaq və hər dəfə də dövrün gövdəsini, yəni 6 dəfə dövrdə də dövrün gövdəsini icra edəcək. Müəllimlər, bunu bir-bir də yazmaq olar. İndi bir-iki addımdan sonra tam aydın olacaq. Qısa da getmək olar. Gəlin tam bir-bir yazaq ki, sualın mahiyyəti aydın olsun. Götürək i-nin 0 qiymətini. I-nin 0 qiymətində dövrün gövdəsini icra edəcəm və burada əsas bir məqam var, ona diqqət edəcək. İndi burada indeksləmə olduğuna görə əvvəlcədən siyahımızı indeksləyək. İndekslədik müəllimlər. Demək, i-nin 0 qiymətində, i alır 0 qiymətini, birinci 0 qiyməti üçün dövrün gövdəsini icra edəcək. A insert, yenə açıq yazacağım. I-nin qiymətini yazırıq 0, A0, yəni A0-cı indeksli element vurulsun 2. Bu nə deməkdir? Insertdə biz bilirik ki, həmin siyahıdakı, həmin siyahıda olan indeksli elementin yerinə qeyd olunan elementi əlavə edirik, amma siyahıdan o element silinmir. Nə demək istədiyimi qeyd edəcəm. Yəni A insert bu nəyə bərabər oldu? 0. 0-cı indeksli elementimiz neçədir? 1. 1-i də vururuq 2-yə 2. Yəni bu deməkdir ki, siyahıda 0-cı indeksli elementin yerinə nəyə əlavə edirik? 2. Bu bildirir indeks nömrəsini. Yəni hansı indeksli elementi yerinə? Bu da hansı element əlavə olunacaq? Onu. Bu da elementi. Yəni belə də qeyd edə bilərik. İndi bunu silim, sadəcə əlavə aydın olsun deyə əlavə olaraq qeyd elədim. Demək müəllimlər, biz bu siyahıda 0-cı indeksli elementin yerinə 2 əlavə edəcəyik. 0-cı indeksli elementimiz 1-dir, 2-ni əlavə edirik. Bəs 1 silinirmi? Yox, silinmir. O zaman siyahımız belə olacaq. A bərabərdir. 0-cı indeksli elementin yerinə 2 əlavə etdiyimiz təqdirdə siyahımız belə olur. 2, 2, 3, daha doğrusu 1 unutdum, bir də qeyd etməliyəm. Çünki 1 silinməyəcək, siyahıda olacaq. 2, 1, 2, 3, 4, 5, 6. Və burada nəyə diqqət edirik müəllimlər? İndi i-nin mən növbəti qiymətini götürəndə, yəni i bərabərdir 1 qiymətini götürəndə, artıq bu siyahıdan yox, yenilənmiş siyahıya baxacaq və imtahanda səhvlik harda olmuşdu? Müəllimlər birinci siyahıya baxmışdı. Necə ki, proqramda dəyişənin dəyişmiş qiymətini, biraz öncəki məsələmizdə indeks necə ki 2 oldu, sonra 5 oldu, sonra 11 oldu, qiymətini dəyişdik, yeni qiymətləri nəzərə aldıq. Eyni ilə siyahıda da dəyişmiş siyahını nəzərə almalıyıq. Artıq i-nin, yəni 1 qiymətində gəlib burada baxmayacağım, yəni bu siyahıya baxmayacağım və yeni yaranmış bu siyahını indeksləyəcəm. Yazıram 0, 1, 2, 3, 4, 5, 6 indekslədik. Və i-nin 1 qiymətində yenə A insert qeyd edirəm.
Demək, birinci indeksli elementin yerinə əlavə edirik nəyi? A sıfırın, bunu tam açıq yazdım ki, aydın olsun. A birinci indeksli elementin 2 misli. Burada da baxıram ki, A birinci indeksli elementim hansıdır? 1. Birin də 2 misli 2. Yəni, yenə də bu siyahıda birinci indeksli elementin yerinə 2-ni əlavə edəcək. O zaman siyahımız yenə dəyişəcək. Birinci indeksli elementimiz neçədir? 1-dir. Yerinə 2 əlavə edəcək. Olacaq 2, 2. Yenidən 1, 2, 3, 4, 5, 6. Bu dəfə də artıq i-nin 1 qiymətində də icra elədik. I-nin 2 qiymətində müəllimlər. Yenə də dəyişmiş siyahıya baxacaq. Bu dəfə də bu siyahıya yox, yeni siyahıya baxacaq və onu indeksləyəcəm. 0, 1, 2, 3, 4, 5, 6, 7 indekslədik. Və i bərabərdir 2 qiymətində. Yenə yazıram. A, insert. Yenə i-nin qiyməti 2-dir. İkinci indeksli elementin 2 misli. Yenə baxıram burada ikinci indeksli element 1-dir. Onun da 2 misli 1-i 2 vurub olur 2. Yenə də ikinci indeksli elementin yerinə 2-ni əlavə edirik. O zaman siyahımız necə olur? 2, 2, birinci indeksli elementin yerinə 2-ni əlavə edirik. Yenidən siyahımız olduğu kimi yazırıq. Yəni 1, 2, 3, 4, 5, 6. Yenidən müəllimlər, i-nin 3 qiyməti üçün artıq yenə də nəyə diqqət edirik? Bu siyahı, yenilənmiş yeni siyahıya. İndi bunu indeksləyəcəm. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8. Əslində müəllimlər, suala baxanda aydın olur ki, hər bir dövrdə i-nin hər bir qiymətində siyahıya bir 2-ni əlavə edir. 6 dənə də qiyməti olduğuna görə siyahıya 6 dənə 2-ni əlavə edəcək. Və məsələ bundan ibarətdir və o elementləri cəmləyəcək. Amma yenə də axıra qədər gedərək i-nin 2 qiymətini qeyd elədik. İndi i alacaq 3 qiymətini və yenidən A, insert, yenə i-nin 2 qiymətini qeyd etmişdik. 3 qiymətində 3-cü indeksli elementimiz yenə 1-dir. 1-in 2 misli. Demək, 3-cü indeksli elementin yerinə yenə də 2-ni əlavə etmiş olacaq. Və o zaman siyahımız A bərabərdir. Yenə 2, 2, 2 və artıq yenə də 3-cü indeksli elementin yerinə 2-ni əlavə edəcəyik. Yenidən 1, 2, 3, 4, 5, 6 yazmış olacaq. i-nin 3 qiyməti üçün də artıq bunu icra etdikdən sonra dövrün gövdəsi i-nin 4 qiyməti üçün qeyd edəcəyik. i bərabərdir 4 və yenidən burada indeksləyəcəyik. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Mən bunu tam açıq yazıram ki, aydın olsun. Sonra ümumiləşdirəcəyik. i bərabərdir 4 qiymətində, a bərabərdir. Demək, A, insert daha doğrusu. Bunu səliqəli yazaq. Demək, 4-cü indeksli elementin yerinə əlavə edəcək. Yəni, 4-cü indeksli elementin 2 misli. Yenə 4-cü indeksli element 1-dir, 1-in də 2 misli 2-dir. O zaman siyahımız belə olacaq. A bərabərdir. 2, 2, 2, 2, 4-cü indeksli elementimiz 1-dir, onun yerinə 2-ni əlavə edirik. Yenidən 1, 2, 3, 4, 5, 6. Və nəhayət i-nin 5 qiyməti üçün yazacağıq. i-nin 5 qiymətində də demək, nə edəcəyik? Yenə də A insert nə edirik? 5-ci indeksli element burada indeksləsək yenə 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 5-ci indeksli elementin yerinə yenə də 5-ci indeksli elementin 2 misli. Yəni 1-in 2 misli 2. O zaman siyahımız belə olacaq. Burada aşağıdan yazaq. A bərabərdir. Demək, 5-ci indeksli elementimiz neçədir? 1-dir. Yenə də onun yerinə 2-ni əlavə edirik. Yenə də siyahımızı yazıb. 1, 2, 3, 4, 5, 6. Gördüyümüz kimi belə bir siyahı almış olduq. Amma müəllimlər, biz bunun hamısını imtahanda bu şəkildə yazsaq, təbii ki, vaxt aparır, vaxt itkisidir və imtahanda bilirik ki, 1 dəqiqənin, 1 saniyənin belə önəmi var. Ona görə də biz əslində baxsaq ki, hər bir dövrdə siyahıya yeni bir 2 elementini əlavə edir. 1, 2, yəni
gedişdən sonra, yəni 0 qiymətində, lap 1 qiymətində aydın olduqdan sonra qalanını 6 dənə sayırıq. Neçə dənə dövrdə qısa yolunu desək 1, 2, 3, 4, 5, 6. Demək siyahıya 6 dənə həqiqətən də yoxlasaq 1, 2, 3, 4, 5, 6. 6 dənə 2 əlavə etmiş oldu. Yenə də burada da siyahını deyil, siyahın elementlərinin cəmi olduğuna görə demək cəmini qeyd etsək, burada 1-dən 6-ya qədər 21 olacaq. 6 dənə də 2-dir. 6-nı da vuranda 2-yə 33 dəyərini almış olacaq və nəticədə 33 çap olunmuş olacaq. Amma dediyim kimi bu yol təbii ki, əlverişli yol deyil imtahanda. 1-2 gedişdən sonra artıq proqram təyinatı aydın olandan sonra qısa da yaza bilərsiniz. Sonra növbəti sualımıza baxaq. Bu da yine Python proqramlaşdırma dilinə aiddir. Burada da qeyd olunur ki, proqramın icrası zamanı dövrün gövdəsi neçə dəfə icra olunacaq. Bizdə printin nəticəsi, yəni çapın nəticəsini deyil, sadəcə dövrün gövdəsi soruşulur. Bu tiplərdə də yəni i-nin qiymətlərini nəzərə alacaq. Bu başlanğıc qiymətdir, bu son qiymətdir. Bu da ki, addımdır, düzdürmü? Belə yazsaq daha rahat olar. O zaman demək i alacaq 2 qiymətini, addım 2-dirsə 2 vahid artacaq, olacaq 4. Demək, bir dəqiqə. I bərabərdir, 4-də 2 vahid artanda olacaq 6. Demək ki, 3 dəfə dövr etmiş olacaq. İndi sual oluna bilər ki, bəs 6-da 2 vahid artsa olacaq 8. Yox, son dəyəri götürməyəcək. Yəni 8 olsa belə, o qiymət alsa belə, son dəyəri götürməyəcək. Demək, dövrün gövdəsi 3 dəfə icra olunacaq. Amma bu məsələdə bir məqamı demək istəyirəm. Belə də sual ola bilər ki, bəs bizdən dövrün gövdəsi soruşmasaydı, sadəcə printin nəticəsi soruşsaydı, i-nin 2 qiymətində, i-nin 4 qiymətində, i-nin 6 qiymətində 3 dəfə dövrün gövdəsini icra edəcəkdik. Yəni 2 qiymətində k bərabərdir, 1 vurulsun 2 olacaqdır. 4 qiymətində, yəni bu oldu 2, k bərabərdir, 2 vurulsun 2, 4 olacaqdır. Demək, i-nin 6 qiymətində k bərabərdir, 4 vurulsun 2 bərabərdir 8 və forla print eyni istiqamətdə olduğuna görə axırıncı dəyəri 8-i çap edəcəyik. Yox, əgər bu sualı belə də qeyd edim, print dövrün gövdəsində yox, yəni daha doğrusu forla eyni istiqamətdə yox, dövrün gövdəsində olsaydı bu qiymətləri ayrı-ayrı çap edəcəkdi. Yəni qiymətlər olacaqdı 2, 4 və 8. Yəni bu iki varianta da baxdıq ki, belə də qarşımıza imtahanda sual çıxa bilər. Növbəti 4-cü sualımıza baxaq. 4-cü sualımız da Python proqramlaşdırma dilinə aiddir. Demək, sualımıza baxaq. Bunu belə tam yerləşdirək. Müəllimlər, demək bizdə deyir ki, demək, proqramın icrası zamanı klaviaturadan girişə ardıcıl bu ədədlər daxil edilərsə, proqramın nəticəsini müəyyən edir. Əslində, müəllimlər, proqram mürəkkəb biraz görsənsə də sadə bir proqramdır. Sadəcə mahiyyət ondan ibarətdir ki, burada i-nin hər bir qiymətində bu ədədləri, yəni hər bir qiymət dediyində 5 dəyər var və 5 dəyər i-nin hər bir qiymətini, yəni 5 dəfə dövr edəcək, bu qiymətləri daxil edəcək və s bərabərdir. S üstə gəlsin FA. Bax, diqqət edirik, S bərabərdir, S üstə gəlsin A deyil. Yəni, biz bu ədədləri toplamırıq. Bu A funksiyanın parametri olacaq. İndi mən bunun bir qiyməti üçün icra edəcəm. Təbii ki, bunun 5 qiymət üçün icra eləsək, vaxt itkisi deməkdir. Bir də burada nəyə diqqət edirik? Defin gövdəsindəki bu faylə. Əslində, biz buna baxsaq, yəni, bu, daxil edilmiş ədədin rəqəmlərinin cəmini bizə qaytarmış olacaq. Yəni, biz bu proqramda bu hissəni görə bilsək, məsələ xeyli sadələşmiş olacaq. Amma mən yenə də bir dəyər üçün bunu icra edəcəm. Deyək ki, i alır bu qiymətləri 0, 1, 2, 3, 4, düzdürmü? i-nin 0 qiyməti üçün biz 200 ədədini daxil edirik. A bərabərdir 200
değerini almış olur. O zaman S bərabərdir, yenə qeyd edirəm. Burada A yox, F A'dır. S'in üzərinə, yəni sıfırın üzərinə gəlirik. F A'nın. A'nın da qiyməti nəyə bərabərdir? 200-ə bərabərdir. Demək ki, biz bu funksiyanın qiymətini tapmalıyıq. Çünki biz F200-ün qiymətini bilmirik. Bu funksiyanın qiymətini tapdıqdan sonra gətirib burada yerinə yaza bilərik. Və bunun üçün də müraciət etdikdə funksiyaya, yəni sadə dildə desək, demək, necə olacaq? Baxırıq ki, x bərabərdir 0-a. Onu qeyd edirəm. Demək, f200 üçün biz bilirik ki, 200 burada faktiki parametr, b isə formal parametr. Yəni, faktiki parametr formal parametri əvəzləyəcək. b bərabər olacaq 200-ə. Bundan sonra defin gövdəsini icra edirik. X bərabərdir 0-a olduğu kimi yazıram. Şərti yoxlayırıq. 200 böyükdür 0-dan hə deyirik. O zaman x bərabərdir. X-in üzərinə, 0-ın üzərinə gəlirik. 200-ün 10-a bölünməsindən alınan qalıb. 0-da 0, burada da 0 qiymətini alacaq, cavab olacaq 0. Və b bərabərdir. 200-ün 10-a bölünməsindən alınan tanısı. Nəyə bərabərdir? 20-yə. Yenidən yenə şərti yoxlayırıq. 200 böyükdür 0-dan hə deyirik. Yenə x bərabərdir. 0 üstə gəlinsin. 200-ün daha doğrusu 20-nin 10-a bölünməsindən alınan qalıb. Yenə 0 olacaq. 0-ın üzərinə də 0 gəldikdə 0 olacaq. Yenidən b bərabərdir. 20-nin demək, necə deyildim? 20-nin 10-a bölünməsindən alınan tam hissə nəyə bərabərdir? 2-yə. Yenidən yenə şərti yoxlayırıq. 2 böyükdür 0-dan hə deyirik. O zaman x bərabərdir. 0 üstə gəlsin. 2-nin 10-a bölünməsindən alınan qalıq. O da bərabər olmuş olacaq 2-yə. Düzdürmü? Yenidən b bərabərdir. Demək, b-nin sonuncu dəyəri necə idi? 2. 2-nin 10-a bölünməsindən alınan tam hissə bərabər olacaq 0. Yenidən şərti yoxlayırıq. 0 böyükdür 0 yox deyib dövrdən çıxmış olacaq və bizə x-in nəticəsini qaytaracaq. Yəni f200 üçün x-in nəticəsini nə aldıq? 2. Yəni biz buradan nə gördük müəllimlər? Gördük ki, əslində daxil etdiyimiz ədədin rəqəmləri cəmidir. Yəni 200 üçün 0 üstə gəlsin, 0 üstə gəlsin 2-ni almış olduq. Demək, digərlərini yoxlamağa ehtiyac yoxdur. Hər birinin rəqəmlərinin cəmini yazsaq yetərlidir. Davam etsək, yəni bunu siləcəm buradan. Davam edək. Demək, müəllimlər, biz bunu daha digər dövrləri 1, 2, i-nin 1 qiyməti, 2 qiyməti, 3 qiyməti, 4 qiymətini yazmadan birbaşa yaza bilərik. F561, demək, F 1194, sonra F628, yəni bu funksiyanın qiymətləri cəmi olacaq, proqramın nəticəsi. F536. Biz də bilirik ki, hər bir funksiya üçün nə olacaq? Buradan artıq aydın olur ki, ədədin rəqəmlərin cəmi qaytarılacaq. O zaman 0 üstə gəlsin 200. Burada nəyə bərabər olacaq? Demək, 12-yə. Burada bərabər olacaq 15-ə. Burada 16, burada isə demək 14-ə bərabər olmuş olacaq. Bunları da cəmləsək, cavab olacaq 59. Yəni, bu sualın da mahiyyəti ondan ibarət oldu ki, əslində daxil edilmiş ədədləri, yəni hər biri funksiyanın parametri olur və funksiyanın da mahiyyəti ondan ibarətdir ki, ədədin rəqəmlərini cəmləyir və o ədədin rəqəmlərinin cəmi yerinə yazdıqda cavabımız olur 59. Növbəti suala baxaq. Belə bir sual qeyd etdim müəllimlər. Qiymət tam yadımda deyil, amma imtahanda uyğunluğu müəyyən edin deyə belə bir sual var idi. Və səhv etmirəmsə bu şəkildə idi. Yenə də ola bilər ki, tam yadımda qalmayıbdı. Uyğunluğu müəyyən etmək lazım idi. İndi mən burada variant qeyd eləməmişəm. Amma təxminən belə bir sual idi. Təxminən deməyim, səhv etmirəmsə elə belə idi. Demək, bu 18 dəyərini özüm demişəm. Ola bilər ki, yazmışam daha doğrusu. Ola bilər 25 olar, nə bilim, 36 olar və s. Bu, birinci demək, proqram üçün qiyməti tapsaq, A bərabərdir 18-in 10-a bölünməsindən alınan tam hissə nəyə bərabərdir? 1. Yəni, 1-ə 1 qiyməti uyğundur. İndi orada variantlar var idi. Mən artıq variantları qeyd etmədiyimə görə elə belə yazacağım. Sonra bu proqramın, ikinci proqramın nəticəsinə baxsaq, A bərabərdir 18-in 10-a bölünməsindən alınan ədəd nəyə bərabərdir? 1,8. Bunu da burada qeyd edirəm. 2-yə uyğun idi. 1,8 ola bilər ki, yeni qeyd edirəm. 18-i 25-dir.
33'dür və s. Amma səhv etmirəmsə bu hissələr belə olmalıdır. A bərabərdir. Demək, bu dəfə 18. 18-in də 10-a bölünməsindən alınan qalx nəyə bərabərdir? 8-ə. 3-ə də uyğun olmuş olacaq 8 qiyməti. Sonra indi bu sualımıza baxaq. Bu sualımız alqoritmə aiddir. Bizdən alqoritmin növünü soruşur, yəni strukturunu soruşur. Xətlidirmi, budaqlanandırmı, dövrüdürmü? İndi müəllimlər, baxırıq ki, bizə bir funksiya verilibdir və arqumentin qiymətləri də bir parçada təyin olunubdur. Yəni, x-in qiymətləri bir parçada təyin olunubdur və bizə deyib ki, ixtiyari tam ədədlər üçün. Buna da diqqət etmək lazımdır ki, tam ədədlər üçünmü deyil, natural ədədlər üçünmü deyil. İxtiyari tam ədədlər üçün parçada olan tam ədədlər hansılardır? X üçün, yəni biz 1 dəyərini, 2 dəyərini, 3, 4, 5, 6, 7, 8 dəyərlərini götürə bilərik. Yəni 1-dən 8-ə qədər x-ə bir dəfə 1 qiymətini, bir dəfə 2, bir dəfə 3 qiymətini yazaraq, yəni funksiyanın qiymətini tapırıq. Biz bunu neçə dəfə icra edirik? 8 dəfə icra edirik. Demək ki, bu nəyə aid olmuş olacaq? Alqoritmin, dövrü alqoritm strukturuna aid olmuş olacaq. Yəni alqoritmin növü burada dövrü olmuş olacaq. Bu da bizim 6-cı sualımız. Bu sual tiplərinə aid çox məsələlər var test banklarında. Əgər bunlarda çətinlik varsa, test banklarından da baxa bilərsiniz. Məsəl üçün bizə ya tam qiymətlərində deyil, məxrəcdə, ya natural qiymətlərində deyil, onda da alqoritmin növünü soruşur. Bu da onlara aid bir sual idi. Ancaq burada bizə bir parça verilmişdi. Burada yəni bir dəfə x üçün yenə qeyd edilən bir qiymətini, bir dəfə 2 və s. qiymətlərini yazaraq funksiyanı tapırıqsa, demək bu dövr alqoritm olmuş olacaq. Növbəti sualımıza baxaq. Bu sual da maraqlı sualdır. Bu sual tipini ilk dəfə 2024-də, yəni buna bənzər tip var idi. Ona qədər heç bir test bankında belə sual tipləri yox idi. Ondan sonra əlavə edildi. Maraqlı suallardır bunlar, yəni alqoritm maraqlı suallarından biridir. Müəllimlər, bu tipdə əslində MIG 2024-ün izahını qeyd edəndə YouTube-da da var, YouTube kanalında da var. Bu tip məsələləri necə həll etmək lazımdır, onu qeyd etmişdim. Gəlin birinci bu alqoritminin proqramını qeyd edək. Məsəl üçün biz bunu Python-da yazsaq, bizə birinci şərt oxuyaq. Alqoritm blok sxeminə əsasən S dəyişənin 64 qiyməti çapa verilmişdir. Buna əsasən N dəyişəni daxil edilə biləcək ən kiçik natural qiymətini soruşur. Demək, biz N üçün qiymət tapmalıyıq, amma ən kiçik natural qiymətini tapmalıyıq. Biz bunu proqram şəklində yazsaq, N bərabərdir int input qeyd edirik. S bərabərdir 2, S-in ilkin dəyəri 2-dir. While nə qədər ki, n, yəni kiçik bərabərdir sadə dildə bizə 15, o zaman dövrün gövdəsini icra edəcək. Baxırıq 2 dənə operator var. S bərabərdir, S vurulsun 2, n bərabərdir, n üstə gəlsin 7 və nəticədə S-in qiyməti çap olunur. Print S yazmış olacaq. Yəni biz bu alqoritmi proqram şəklində yazsaq, bu şəkildə yazaq. Və ola bilər ki, məsəl üçün bu imtahanda belə alqoritm şəklində çıxdı qarşımıza. Gələn dəfə bu tipin, məsəl üçün, proqram şəklində çıxar qarşımıza. Mahiyyət eyni, fərqi yoxdur. Bu tipləri yazarkən müəllimlər nəyə diqqət edirik? 2 məqam. Birinci, dövr sayına. Dövr sayı. Onu bir K ilə işarə edəcəm. İkinci, demək, dövrdən çıxma şərti. Dövrdən çıxmışıq. Müəllimlər, bu 2 məqamı qeyd etdikdən sonra məsələmiz yəni sadələşir. Dövr sayını birinci tapmalıyıq. Biz baxırıq ki, yəni biz bilməliyik ki, dövrün gövdəsi neçə dəfə icra olunubdur. S-in qiyməti 2-dir, ilkin qiyməti və nəticədə bizə son dəyəri deyil. Onsuz da şərtdə qeyd olunub, S dəyişənin 64 qiyməti çap olunur. Və baxırıq ki, bu 2-dən 64 necə alınır? Hər dəfə S-i 2-yə vurarıq, düzdürmü? O zaman ya bunu 1-1 yazarıq, indi 1-1 də yazacağım, birbaşa da deyəcəm. 1-1 yazsaq, S bərabərdir 2-dir, 2-ni 2-yə vurarıq, olar 4. Sonra S bərabərdir 4-ü vurarıq 2-yə, olar 8. S bərabərdir 8-i vurarıq 2-yə, 16.
16'nı 2'ye vurarıq. 32. Demək, 32'ni 2'ye vurarıq. Olar 64. Neçə dəfə dövr etdim? 1, 2, 3, 4, 5. Ya belə yazarsınız. Amma məsəl üçün 64 deməsi 512 desəydi, daha 2'nin demək, böyük qüvvətlərini desəydi, belə yazmaq əlverişli deyil. 2'dən başladığına görə, 1'dən başlamadığına görə birinci S-i qısa yolunu indi qeyd edirəm. 64'ü yazarıq necə? 2 üstündə 6, amma 1 vurulsun 2'dən yox, 2 vurulsun 2'dən başladığına görə 6'dan da bir vahid çıxarıq. Olar 5. Məsəl üçün sual oluna bilər ki, 2'dən yox, 4'dən başlasaydı, o zaman 2 vahid çıxacaqdı. Demək, K nəyə bərabər oldu müəllimlər? 5'ə. Biz artıq dövr sayını tapmış olduq. İndi bundan sonra biz dövrdən çıxma şərtini nəzərə almalıyıq. İndi bu nə deməkdir? Yəni biz 5 dəfə dövr etdikdən sonra artıq dövr sayını tapdıq ki, yəni 5 dəfə demək icra olunmuş bir dövrün gövdəsi nəticədə S64 dəyərini alıbdır. 5-ci dövrdən sonra biz şərtə yox deməliyik. O zaman şərtdə əgər kiçik və bərabər işlənibsə, demək dövrdən çıxma şərti olacaq böyük. Çünki ikisi birləşdirsək, nəticədə kiçik bərabərdir, alınır, düzdürmü? Demək qalır bizdə nə? Böyük. O zaman dövrdən çıxma şərtində böyükdür götürəcəyik və məsələmizi həll edəcəyik. Demək, n bizdən də n-in ən kiçik dəyəri soruşduğuna görə 5 dəfə dövr edəcəm. Yəni n-in üzərinə 5 dəfə 7 gəldikdən sonra 6-cı dövrə girməməliyəm, dövrdən çıxmalıyam. Dövrdən çıxma şərtimiz nəyə bərabər oldu? Böyükdür 115. Düzdürmü? O zaman yəni n-in üzərinə 5 dəfə 7 gəldikdən sonra artıq 7-ni 5 dəfə açıq şəkildə yazmadım. Qısa 5 vurulsun 7-də yaza bilərik. Böyükdür 115. Bir daha vurğulayıram. Niyə böyükdür götürdük? Çünki kiçik bərabərdir. Artıq şərtin ödənilən, yəni gövdəyə icra olunan vəziyyətidir. Dövrdən çıxma şərti o zaman bir dənə qalır böyük. Ona görə də 5 dəfə 7 gəldikdən sonra n-in üzərinə dövrdən çıxmalıyıq. Böyükdür 115. Ondan sonra n üstə gəlsin 35, böyükdür 115-dən, n də böyükdür demək 80-dən. Və ədəd oxunda biz bunu təxminən yazsaq, yəni 0 deyək ki, burada 80-dir. 80-i almır. 80-dən ta müsbət sonsuzluğa qədər. 80-dən sonra gələn ən kiçik natural ədəd isə bizdə nə olacaq? 81 olacaq. Demək, n bərabərdir 81. Bir daha vurğulayıram. Bu tip məsələləri qeyd edərkən dövr sayını və dövrdən çıxma şərtinə diqqət etməliyik. Dövr sayı odur ki, dövrün gövdəsi neçə dəfə yerinə yetirilib, dövrdən çıxma şərti isə odur ki, dövr bitdikdən sonra artıq 5 dəfəmi, 10 dəfəmi dövr etdikdən sonra şərtə yox deməliyik. Şərtə də yox demək üçün demək n böyükdür 115 olmalıdır ki, biz yox deyib S-in qiymətini çap edə bilək. Bu da belə bir maraqlı sual idi. İzahını qeyd elədik. Növbəti suala baxaq. Mənimlə bu növbəti sualı belə deyim, birə-bir sertifikasiyadakı imtahan sualı ilə eyni deyil. Sadəcə o sual yadımda qalmadığına görə, amma strukturları eyni olduğuna görə bu sualı əlavə elədim. Bu sual MİQ 2025-də düşürdü bu il, yəni olan sualdır. Demək, bu sual da sertifikasiyadakı sualla bənzərdir. Burada da yenə son qiymət verilib. Demək, dəyişənin ilkin qiyməti soruşulurdu, sertifikasiyada da. Sadəcə sertifikasiyada olan sualı yenə qeyd edirəm, tam yadımda qalmadığına görə bu sualı onun yerinə əlavə elədim. Çünki mahiyyət eynidir. Bu tiplərdən test banklarında da çoxdur. Hələ deyərdim ki, bu bir az daha mürəkkəbdir. Sertifikasiyada bundan da asan bir belə deyim, ifadələr verilmişdir. Sadəcə bu eyni sualda yenə son qiymət verilib, ilkin qiyməti soruşduğuna görə, ona görə də mən bu MİQ 2025 sualını əvəzlədim. İndi baxaq suala. Deyir, algoritm yerinə yetirildikdə D dəyişənin son qiyməti 23 olmuşdu. İmtahanda isə Y idi, səhv etmirəmsə. Orada da soruşuldu ki, X-in dəyişənin başlanğıc qiymətini müəyyən edin. Burada da C dəyişənin başlanğıc qiymətini müəyyən edin soruşur. Mənimlə burada 2 dəyişən olanda, adətən bir dəyişən, bir ədəd olanda müəllimlərin elə bir çətinliyi olmur. Amma burada həm D var, həm F olanda biraz çətinlik olur. Çətinlik də deyəndə biraz ola bilər ki, imtahan həyəcanı ilə əlaqəli olaraq. Təbii ki, imtahanda olanda nəzərdə tuturam.
E, Demək müəllimlər, D bərabərdir. Baxırıq ki, 2D çıxılsın F-in nəticəsi nəyə bərabər olur? 23-ə bərabər olur. Bunu qeyd edirəm. Demək 2 vurulsun D, çıxılsın F bərabərdir 23-ə. Müəllimlər, burada nəyə diqqət etmək lazımdır? Əgər biz həqiqətən sualın mahiyyətini başa düşürüksə, hansı dəyişənin hansı olduğunu ayırd edə biliriksə, bu suallar çox asan olur. Nə demək? Yəni, məsəl üçün, mən sual versəm ki, bu D hansı D-dir? Təbii ki, bu D-dir də, düzdürmü müəllimlər? Bu D-də hansı qiymət alıb, gətirib bura qiyməti yazır və onun iki mislindən F-i çıxıb D-yə yeni qiymət alır. Məsəl üçün, soruşsam ki, bu C hansı C-dir? Bu C-dir, yoxsa bu C-dir? Təbii ki, bu C-dir. Və ya bu C-ni soruşsam, bu C-dir. Düzdürmü? Çünki buradan C-nin ilkin dəyəri var, onun iki misli, yəni iki misli deyirəm, üzrlüsən, 2 vahid artıraraq burada 3-ə vurub 5 çıxıb, burada da yenidən həmin dəyərdən F-i cəmləyibdir. Yəni bunların bu C ilə bu C-ni qarışdırmadıqdan sonra məsələ xeyli sadələşir. İndi bizdə yazılıb 2D çıxılsın F bərabərdir 23. D-nin qiymətini gətirib yerinə yazıram. D-nin qiyməti nəyə bərabərdir? C üstəgəlsin F. 2 vurulsun C üstəgəlsin F çıxılsın F bərabər 23. İfadəmizi sadələşdirək. 2C, buradan 2F-dən 1F çıxanda üstəgəlsin F bərabərdir 23-ə. İndi burada bizdə məsələ nədən ibarətdir? İndi biz bu F-in də qiymətini yerinə yazmalıyıq. F-in qiyməti nəyə bərabərdir? 3C çıxılsın 5. Yazıram 2C üstəgəlsin 3 C demək. Çıxılsın 5 bərabərdir 23-ə. İndi əsas məqama gəldik. Əsas məqam odur ki, burada iki C-ləri cəmləmək olmaz. Çünki C-nin burada dəyəri bu C-dir. Bax, bu C olduğuna görə C plus 2-ə bərabərdir. Harada C görürəmsə, gətirib yerinə C plus 2-ni yazıram. 2 vurulsun C plus 2, üstə gəlinsin 3 vurulsun C plus 2, çıxılsın 5, bərabərdir 23. Buradan tapsaq 2C üstə gəlsin 4, 3C üstə gəlsin 6, çıxılsın 5, bərabərdir 23. Demək 2C ilə 3C oldu 5C. 15, 10, buradan da 5 çıxanda 5, 5-i də bu tərəfə keçirdik, oldu 18. C də bərabərdir 3,6. Demək, C-nin dəyəri nəyə bərabərdir? 3,6. Bu tip məsələlərdə nəyə diqqət edirik? Həmişə hansı dəyişənin harada istifadə edildiyini mütləq diqqətli yanaşmalıyıq. O zaman işimiz rahat olur. Yoxsa ki, məsəl üçün biz bunu yazsaydıq ki, burada və buradan bir ox çəkirəm. 5C çıxılsın 5 bərabərdir 23. O zaman bizim məsələmiz səhv alınardı. Çünki bu C bərabərdir C plus 2-dir. Buradakı C də C plus 2 olduğuna görə öz dəyərlərini gətirib yerinə yazsın. Sadəcə məsələ bundan ibarətdir və 3,6 almış oldu. Keçək növbəti sualımıza. Növbəti sualımız müəllimlər demək Uplogoya aiddir. Burada bizdə proqram deyir icra edilərkən bağa neçə dəfə 70 dərəcə dönər. Nəyə diqqət edirik müəllimlər? Görür təkrarla 3 var, bir də təkrarla 5 var. Bu, məsəl üçün, necə ki Pythonda iç-içə forlar yazmırıq, sanki onun kimidir. Yəni, təkrarla 3-ün içərisində təkrarla 5 var. Bu təkrarla 5-də, bu onsuz da neçə dəfə? 5 dəfə nə edəcək? Sağa dönmüş olacaq. Çünki bizə deyir ki, bağa neçə dəfə 70 dərəcə dönər. Sağa, yəni 70 dərəcə dönər. 5 dəfə dönəcək. Amma nədə? Təkrarla 1-də 5 dəfə dönəcək. Yəni 1-də 5 dəfə dönəcək. Sonra, axı bu təkrarla 1 deyil, 3-dür. Növbəti təkrarla 2-də yenə 5 dəfə dönəcək. Düzdürmü? Növbəti təkrarla 3-də yenə 5 dəfə dönəcək. Olacaq 5. 3-dən də 5-in nəyə bərabərdir? 15. Demək, proqram icra edilərkən bağa 15 dəfə 70 dərəcə dönər. Niyə 15 dəfə oldu müəllimə? 3 dəfə olmadı. Çünki bu təkrarla 3-ün içərisində təkrarla 5 var. Onsuz da bu 5 dəfə 70 dərəcə dönəcək. Amma bir dəfə deyil, axı, məsəl üçün, burada 1 olsaydı, 5 deyərdik. 2 olsaydı 10 deyərdik. 3 olduğuna görə, artıq 3 olduğuna görə hər təkrarla 1-in içərisində də 5 dəfə dönəndə cəmi neçə olur? 15 olmuş olacaq. Nəhayət, müəllimlər, axırıncı sualımıza baxaq. Bu sualda da yenə səhvlər çox olmuşdu. Yəni, gördüyüm qədərlərdən gördüyüm qədərilə. Müəllimlər, bu sualda
qeyd edim ki, əslində diqqətli olsaq bu da çətin sual deyildi. Yenə deyirəm, imtahan həyəcanından ola bilər ki, diqqətsizlik olar. Burada baxırıq ki, yenə bayaqki kimi dediyim iç-içə forlar. Burada da yenə təkrarla 2, 6 proqram, yəni burada 6 proqram təyin olunub və 6 proqramda da nə var? Təkrarla 3, irəli 100, sağa 120. Onsuz da imtahanda şəkil verildiyinə görə biz baxan kimi bilirik ki, heç ehtiyac yoxdur. 3-ü vurarıq 120-yə bərabərdir 360 dərəcəyə. Bilirik ki, nə çəkəcək? 3 bucaq çəkmiş olacaq. Yəni düzgün 3 bucaq çəkəcək. Yəni alt proqramın təyinatı düzgün 3 bucaq çəkməkdir. Amma bunu bir dəfə çəkmir. Burada təkrarla 2 dediyinə görə 2 dəfə çəkir. Və burada deyir ki, nöqtələrin yerinə hansı komanda icra olunmalıdır. Müəllimlər, biz normalda bilirik ki, bağa bu şəkildə durur da, düzdür, üzü yuxarı şəkildə dayanmış olur. Bu təkrarla birdə. Bu da tam olduğuna görə, yəni 360-a tamamlandığına görə həmişə. O zaman bağa elə yenə də ilkin vəziyyətə qayıdır. Yəni 3-ü vurduq 120-yə, elədi 360. Demək bu 3 bucağı çəkəcək bağa bu şəkildə. Gəlib yenə əvvəlki vəziyyətində dayanacaq. Çünki 3 ilə 120, 360 tam bir bucaq olduğuna görə yenə ilkin vəziyyətdə dayanacaq. Yaxşı, indi bu 3 bucağı çəkdi bağa. Axı bu getməlidir irəli bir dənə də 3 bucaq çəkməlidir. Onun üçün burada olmalıdır. Variantlar içərisində başqa variantlar vardı. İrəli 100. İrəli 100 təkrarla birdə alt proqramı təyin elədik. 3 bucağı çəkdi. Təkcə alt proqram deyil, axı burada irəli 100 olduğuna görə bağa gedəcək. İrəli bax dayanacaq burada. Bağa dayanır burada. Təkrarda 2-də yenidən yenə bağa. Gəlin bunu silək buradan. Təkrarla 2-də indi deyə bilərsiniz ki, bağa buradaydı, niyə gəldi bura? Çünki təkrarla 1-in içərisinə alt proqrama görə 3 bucağı çəkir, ilkin vəziyyətdə yenidən bağa dayanır. İrəli 100 olanda gəlir və burada dayanır. Növbəti təkrarla 2-də yenə alt proqramın müraciət olunduğu üçün sadə dildə desək, bağa yenə 3 bucağı çəkir, yenə eyni 3 bucağı çəkir, dayanır bu şəkildə. Amma artıq bax bu görürsünüz kvadrat mötərizənin içərisinə irəli 100 aid olduğuna görə bağa yenə də bir 100 addım irəli getmiş olacaq. Yəni bu şəkildə dayanmış olacaq. Düzdür, imtahanda yaxşı olardı ki, bunu məsəl üçün oxu verərdilər, yəni bağanın harda dayandığını verərdilər, amma bu şəkildə idi. Bu şəkildə olduğuna görə, amma əslində bağa bu şəkildə dayanmalıdır. Yəni irəli 100 getdikdən sonra bax belə olmalıdır. Amma bağanın indi verilməmişdi, yəni dayandığı yer, yəni burada olmalıdır. Bağa bir irəli 100 də gedib burada dayanmalıdır. Nəticədə bu fiqur alınmış olacaq. Bir daha vurğulayıram, alt proqramın təyinatı düzgün 3 bucaq çəkməkdir. Yəni bütün tərəflər onsuz da burada eyni olacaq. Düzgün 3 bucaq çəkir və 360-a tamamlandığına görə fiqurda bağa əvvəlki fərqi yoxdur. Bu kvadratda da ola bilər, digər fiqurlarda da ola bilər. Bağa ilkin vəziyyətdə dayanır. Sonra burada irəli 100, təkrarla birin içərisində irəli 100 olduğuna görə gedir irəli. Dayanır burada. Təkrarla 2-də yenə 3 bucağı çəkir, amma yenə irəli 100 olduğuna görə bağa gəlir və bu şəkildə dayanmış olacaq. Bu da 10 dənə sualımızın izahı müəllimlər. İnşallah faydalı olar. Növbəti sertifikasiya imtahanına hazırlaşan müəllimlər, təəssüf ki, imtahanda kəsilən müəllimlər varsa, onlar da bu sualların izahına diqqətli baxar. Təxminən düşünürəm ki, imtahanda da belə suallar yenidən düşə bilər, ən azı oxşarı düşəcək, çünki mövzular eynidir. Və onu da qeyd etmək istəyirəm ki, müəllimlər, 29-undan etibarən mənim MİQ və sertifikasiya hazırlığı üçün dərslərim başlayır. Sertifikasiya nəticələrinizə xüsusən short, yəni qısa videodan baxa bilərsiniz YouTube kanalımda. Nəticələrimiz çox yaxşıdır. Yəni hardasa 80-dən çox müəllimimiz 50-dən yuxarı bal topladı. Demək 9 ölkə ikincimiz, 13 ölkə üçüncümüz oldu. Dərslərə qoşularaq inşallah siz də bu uğuru qazana bilərsiniz. Eynilə MİQ nəticələrinə də Instagram hesabımdan, Telegram hesabımdan da baxa bilərsiniz. Hələlik inşallah yeni videoların izahında görüşərik. Sağ olun.